Aparıcı prodüser Tarix Əliyev hava limanında yaşanan taksi probleminə münasibət bildirib. Olay yazır ki, bu barədə o tarixin bir günü verilişində danışıb. Azərbaycanda mötəbər tədbirlər olur. Ölkənin qapısı isə Heydər Əliyev adına beynəlxalq hava limanıdır. Ora təkcə imkanlı turistlər yox, Rusiyada, xaricdə yaşayan orta təbəqə də qazanc əldə edən, xəstəliyinə görə təyyarə ilə Gürcüstana, İrana getməli olan kasıb insanlarımız da gəlir. Hər birimiz taksilərlə bağlı etirazımızı bildiririk. Hava limanında London taksiləri var ki, Bakının bir yerindən digər yerinə 30 manatdan yuxarı aparırlar. Azərbaycanda orta əmək haqqı 500-600 manatdan başlayır. 30 manat verib hava limanından şəhərə gəlmək pisdir. Baxdın ki, insanlar əziyyət çəkirlər. Gətirdikləri payları, verişlərini əllərində hava limanından çıxarırlar ki, şirkət taksiyə çağırsınlar. Bir il əvvəl maşın saxlamağın günü 5 manat idi, indi 15 manatdır. Mən də maşınımı orada saxlaya bilmirəm, çünki o qədər qazanmıram ki, burada olmayanda 80-100 manat parking pulu verim. İnsanlar yaşlı xanımlar əziyyət çəkirlər, düşüb piyada hava limanından çıxırlar ki, 10-15 manat ucuza geçsinlər. Niyə biz əziyyət çəkirik? Bunu turistlərə edin. Onsuz da onların şirkət taksisi çağırmaq üçün proqramları yoxdur. Biz başqa ölkəyə gedəndə oradakı vətəndaşların komfortunu daha çox görürük. Bilet qiymətlərindən danışmırıq. Bayrama 2 ay qalmış bilet tapılmır. Avropada Fransadan İtaliyaya 30 avroya uçurlar. Biz buradan Naxçıvana 60 manata gedirik. Türkiyəyə 700 manatdan aşağı bilet tapmaq olmur. Bu dövlətin yox, müəssisənin qərarıdır. Vətəndaşları incitməyək. Mənim qohumum gəlib yaşlı qadındır, piyada çıxıb. Kasıbın benzininin qiymətini aşağı salın. 95 sürən üçün nə fərqi var? Tolik daha sonra bu sözləri qeyd edib. Sosial şəbəkələrdə yayılan görüntülər doğrudan da acınacaqlıdır. Bugün yaşlı qadınlar əllərində çamadan, bağlama, qara paketlərlə istidə, soyuqda, piyada o uzun yolu gedərək hava limanından çıxır. Oradan da 100-200 metr aralıda taksi sifariş etməyə məcbur qalırlar. Bu sadəcə vətəndaşı incidən bir haldır. Başqa adı yoxdur. Əgər pulu yoxdursa minməsin. Bəs o insan hara getsin? Ekspres avtobusdan istifadə edə bilmir. Taksi tutmağa imkanı çatmır. Yol da uzaqdır. Bu vəziyyətə görə mütləq bir tədbir görülməlidir.